Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcərdə ATV-lər məhəlləsi deyilən ərazidə, ATV məhəlləsinin düz yuxarısında, demək, hörmətli izləyicilər, amma Xırdalan Qaya yolundan Binəqədi Çentala gedən yola daha yaxındır. Bunu nəzərdə çatdırım. Gördüyünüz kimi də bu evin xarici görünüşüdür. Ev Nəmişli yol mən ərazidə yerləşir. Nəzərdə çatdırıram, bax bu ev burada yenə də çəkiş eləmişik. İndi hansı qabağa düşsək elanı verəcəyik. Gördüyünüz kimi də 2 dənə evdir. Qiymətləri eynidir. Qiymət bəllidir. Sonra əlavədə belə 2 də ev əlavədir. İndi onların da çəkişdə sizə təqdimatda göstərəcəm. Gördüyünüz kimi də yəni 2 qardaşdır, qohumlardır. Yəni gəlib burada rahat ardıcılar evləri ala bilərlər bir-birinə yaxın ərazidə. 2 sotun içində inşa olunub. Həyəti gördüyünüz kimi tam daşlarla düzülüb. Giriş darvazası da qoyulub, traplar qoyulub, qaz, su, işıq ev sahibi tərəfindən təhvil veriləcək. Yaşıllıq sayılmaq üçün burada boş torpaq sahəsi ev sahibi saxlayıb. Ev Qurqaboy, qoşadaşdan inşa olunub. Satış üçün də tikilsə tam standartlara uyğun. Fundament, kəmər hamısı vırılıb. Gördüyünüz kimi də zürzəmizi hündürdür, kürsüdür, girib altında nə istəsə artıq əşyalar yığa bilərsiniz. Atmaları standart. Gördüyünüz kimi 40 santimdən atılıb. Ərazi cəhətdən çox quru ərazidə yerləşir. Heç bir nəmişliyi yoxdur. Evin zirzəmisindən bütün otaqlarına keçmək mümkündür. Gördüyünüz kimi də həyətyanın sahəsi də bir sotdur, rahat. Keçirik. Buradan evin içi ilə tanış olaq. Buradan daxil oluruq evin içinə. Gördüyünüz kimi hörmətli izləyicilər, bu evin də fərqli dizaynı var. Gördüyünüz kimi zövqlə yığılıb. Açıq aboylardan istifadə olunub. Yuxarı tavanı 3 metrdir. Haradasa eni 1.60-1.70 olar. Təxmini dəhlizin enini deyirəm. Bura mətbəx hissəsidir. Mətbəx haradasa 14 kvadrat olar. Pərdələri asılıb. Yəni mətbəxi də ev sahibi lazım olsa qiymətdə danışıq eləyib. Onu da yığdıra bilərlər. Amma hal-hazırda ev belə bu qiymətdə deyilir. Yəni bunu da nəzərdə çatdırırım. Gördüyünüz kimi sağ tərəfdə geniş bir qonaq otağıdır. Qonaq otağı 4-ün haradasa 7 metri olar. Təxmini ölçü deyirəm. Az fərq eləyər hörmətli izləyicilər. 4-ün 7 metriyə. Gördüyünüz kimi də otaqlar da tam geniş, ürək açan əlverişlə. Keçirik burada bir yataq otağına. Uşaq otağıdır. Gördüyünüz kimi də uşaq otağı haradasa 10 kvadrat olar. Buranın da pərdələri zövqə uyğun. Gördüyünüz kimi qoyulub. Burada 3-ün 5-i haradasa bir yataq otağıdır. Pəncərələrindən də yenə tam rahat havalama uyğun. Bax, pərdəyə fikir verin. Gör necə havalama tam uyğundur. Gördüyünüz kimi də pərdələri də vırılıb. Ən axırıncı yataq burada da 14 kvadratlıq olar. Təxmini ölçü deyirəm. Gördüyünüz kimi də burada da bir yataq otağıdır. Buranın da təmiri qaydasında ağ qapılardan istifadə olub. Sonda burada hörmətli izləyicilər duş kabinadır. Gördüyünüz kimi də modulatoru qoyulub. Aksesuarlar hamısı yığılıb. Tam təmiri vəziyyətdədir. Yəni gil yaşa vəziyyətində olan evdir hörmətli izləyicilər. Kimlərsə evini satmaq istəyirsə 055 389 38 08 nömrəsinə əlaqə saxlayın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seçal Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətə evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb, kodları götürmək yaddan çıxmasın hörmətli izləyicilər. Həmişə qeyd edirəm, bunu da nəzərinizə çatdırıram. Hörmətli izləyicilər, bunu da deyim sizə ki, evin yeri Nəmişli yol mən ərazidir. Xırdalan, Binəqədi, Qaya yoluna daha yaxındır. Amma ərazi cəhətdən Biləcərin ATV məhəlləsindədir, hündür yerdədir, məktəbə də yaxın ərazidədir. Qiymət burada da 115.000 start qiymətdir. Real alıcı olsa endirim olmağına birbaşa sahibindən görüşəcəksiniz. Son sözü hörmətli izləyicilər ev sahibi deyəcək. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Kim satsa da xeyrin, Allah xeyrin versin, alan da yenə xeyrin versin.